Bir daha deyirəm, mən ancaq qəfəslər də çox gözəl olsa və yaxud necə olsa, bəzi dostlar var, deyir ki, yəni sən bu cür qəfəslərə bu quşları saxlayırsan, necə deyək, başqa keyfiyyətli də, gözəl də quşlar saxlaya bilərsən. Bazar hal-hazırda o deyil də, yəni bu qədər quş saxlayırsansa, hazır quşların mütləq olmalıdır. Zapas təkər kimi, belə deyək, maşının zapas təkəri kimi mütləq olmalıdır. Ümrən, quşlara baxaq. Hə, yaxşı. İnşallah video xoşunuza gəlirsə, videonu bəyənin, qulaqlarını şuraya. Cılız quşdur, heç də böyük deyil. Məsələn, həmçinin mayasıdır. Baxın, çıxdı çöləsi mayası, o da yaşıldır. Böyük quşlar deyil, amma cılız quşlardır. Halbuki bunun heç kəs damazlıq kimi saxlam. Amma hər kəs salamlayıram. Uzun bir aradan sonra papuqay videosu paylaşılacaq səhifəmizdə inşallah. Yeni yerimizi yenə də tanış olasınız, quşlarımızı da görəsiniz. Hətta quşlarımız yemə də düşüb. Bunlara ait biz videolar çəkmişik, qurd dərmanı vermişik, vitamin vermişik. İnşallah onlara da kanalımızda etap paylaşacağıq. Bu video xoşunuza gəlsə videonu bəyənin və papuqay videoların kanalımızda aktiv olması üçün, gördüyünüz üçün, baxın orada bizim mini fermamız vardı. İndi yaxından da tanış edəcəm sizlərə. Əgər bu cür papuqay videoların gəlməsini istəyirsinizsə, səhifəmizə tez-tez yükləməyimizi istəyirsinizsə, məlumat verici videolar, videonun şərh bölməsində öz fikirlərinizi bildirin. Papuqaylarımız yumurtlayıb, balaları da hətta yemə düşüb. Sizlərlə bir yerdə onları seçəcəyik. Hansı, belə deyək də, boyda olanda onları anadan, dədədən ayırmaq lazımdır. Yeni yerimiz yenə sizləri tanış eləyək. Belə deyək, həyətimizdə bir qıraqda buranın, belə deyək, buranın tikilməsi çoxsu deyək, papuqaylar üçün bu qədər ehtiyac yox idi. Buranın başqa bir məqsədi ilə tikmişdim. Papuqaylara, belə deyək, yer elədik, fermə elədik. Əlimdən gəldiyi qədər çalışmışam. Düzdür, prosto quşlar da hamısı hal-hazırda bugünkü bazara elə bu quş yarayır. Yəni artıq quş yaramır açığı. Çünki bazarı yoxdur papuqayın. Yəni saxlayanlar da haqq verər yəqin ki. Əlimdən gəldiyi qədər, belə deyək də, göz açıcı, sərgəli və göz açıcı yerlərin dizayn verməyə çalışmışam. 32 qəfəs yerləşir bura. 30 qəfəs, belə deyək, bu cür nədir? Qəfəslərimiz bu cür nədir? Özlərin hamısının altlığı vardır. 10-12 günə qədər qala bilir. Baxın, bu cür kağız spes bunun ölçüsünə kəstirmişəm. Bir 1000 dənə, 1500 dənə olar kilo ilə almışam. Çünki hamısında, baxın, burada da quşlarımız var. Yemə düşübdür, hətta balası da ölübdür. Daha doğrusu öldürübdür. Bala həddindən artıq tez yemə düşübdür. Onu da göstərim sizlərə, baxın. 2 gündə bu düşür. Mən elə götürüb qoyuram yuxarı. Video gedə-gedə gördüm. Baxın. Bala ölümlərdə bu cür nə olur? Olacağa çarə yoxdur. Məsəl üçün, digər balalar da buradadır. Bunlar hələ yemə düşməyiblər. Tam göstərim sizlər üçün. Ana ata da budur. Hal-hazırda belə deyək, bazar elə bu cür nərəklər, quşlar yarayar. Yerimiz bu qaydadadır. Havalandırması buradan olur. Tam açmırıq heç bədən. 32 qəfəsdir, bir daha deyirəm. Burada bala quşun ölüsünü gördüm. Söhbəti dəyişdim. Qəfəsimiz bu cür nədir? Yuvaları da baxın bu cür. Məsəl üçün, bu cürünü açmışıq. Yandan, qabaqdan da özünün qapısı var, asa bilirik. Hətta yanda da, hər iki tərəfdə, digər tərəfdə də vardır. Qapısı, burada, bu cürünə. Digər tərəfdə də vardır qapısı. Bunlar üçün ətraflı sizlər üçün video çəkərəm. Çox əlverişlidir. Hətta qəfəsdə sadəcə batan yer bura olur da. Bu setka olur. Bu setka da hətta çıxır, təmizlənir, qoyulur yerinə. Çox gözəldir. Papuqayın sağlam böyüməsi üçün və də ölçülərdə o bildiyimiz İran qəfəsindən böyükdür. Və burada özümüzün qabaqdan saxladığımız 2 cüt quşumuz var idi. Bunlar yemə düşüblər hətta artıq. Balalarını göstərim sizlərə. Bunlardan 2 dənəsini hədiyyə vermişəm. İndi hansı boyda olanlar, belə deyək, addenlə qəfəsə atmaq olar, onları da sizlərə göstərəcəyik. Harasından bilinir və yaxud necə. Bunun hətta anası, baxın, öz balalarının altına çökülmüş afilkanı
Keçib qırağa yumurta da qoymuşdu. Bir dənə yumurta alayım da siz görürsünüz, mən tam görə bilmirəm. Yəqin ki, bu günə ya sabaha 2 dənə olar. Baxın, ana dədə buradadır, yanbayandılar ana dədə. Bunlardır, bir də bu qəfəsdə olanlar yemə düşüblər. Hətta digər qəfəsdə olan da. Baxın, quşlarımız yemə düşübdür, amma bunu götürmək olmaz. Bu hələ tezdir buna. Bunun bu cürünə tez düşməyi mənfi deməkdir. Çünki baxın, altı tam tüklənməyib, həm də yem yemir. Bu şulluqluq eləyir, özün buradan atır aşağı. Bax, quşlarımızın da yumurta veriminə baxın, çox gözəl. Biz çünki yumurtanı, belə deyək, sağa sola kaydırırıq, elə deyək də, sağa sola paylayırıq. 5 yumurta, maşallah olsun, nəticə ürək açandır. Bunun burada tayları vardı. Məsəl üçün, ağ, spengal. Bu cürünə tayları var, amma biraz tələsir yemə düşmək olmaz qətiyyən. Problem yaşadar. Bax, məsəl üçün, burada bu ağı biz məcbur götürəcəyik. Çünki da bu tam elə bir düşüb yemə. Ümumiyyətcə içəridə getmir. Baxın, ələ öyrətmək istəsəz də bu cürünə hop, çıxdı çöləcək. Tam uçur, uçdu da, qondu da. Şimdi bunu yaxından sizlər üçün göstərim mən. Biz bu quşun, baxın, altına baxırıq. Tam tüklərini vurubdur, bax. Plusdakı gərdliyi və yaxud mədəsində əlimizi vuranda o, belə deyək, yemi, dəni hiss edirik ki, vardır. Bunları bir-bir buradan bıraxaq və uçmayına da baxaq. Burada. Özlərini idarə edirlər bunlar. Bu bir ayrıldı. Məsəl üçün, bunun yanında yenə digər bala vardı. O erkək tayıydı. Bu da dişidir. Bu da %90 may olacaq. Tam tamamlayıbdır altının tüylərin və ana dədədən ayrılma vaxtı gəldi. Çünki ana 2 dənə yumurta qoyub bunlara ziyan verə bilər. Tam ideal yemə düşməli vaxtlarıdır bunlar. Vaxtında ayırmasaz nəticə bu cür nə olacaq? Məsəl üçün, burada digər quşlarımız var. Göstərək sizlərə yaxından. Səthi qarı olanlardır bunlar. Burada da 2 dənə balası var. Bunları belə indidən alıblar. Bunları satmışıq. Bir daha deyirəm, mən ancaq qəfəslər də çox gözəl olsa və yaxud necə olsa, bəzi dostlar var, deyək ki, yəni sən bu cürünə qəfəslərə, bu quşları saxlayırsan, necə deyək, başqa keyfiyyətli də, gözəl də quşlar saxlaya bilərsən. Bazar hal-hazırda o deyil də, yəni bazar o deyil. Mən çünki bazarda mən bunu satmaq istəyirəm, yəni satacağım da, optum satacağım bunları, bazarda satan deyiləm, amma optum satacağım. Ona görə bu hal-hazırda bazarın tələb etdiyi bu ucuzlu quşlar, yəni bahalı quşlar, yəni bazar tələb eləmir, yəni bazarın hal-hazırda o dövrü deyil. Buradan 2 dənə quşumuz düşdü yemə, ana dədə qaldı burada. Bunun 5 dənə bala vermişdi, 5 baladan bir dənəsi ölmüşdü və 2 dənəsini vermişik, 2 dənəsi də yemədir. Və burada hal-hazırda. Bunlara baxaq, yumurtlamayıb. Bunun baxın, 2 quşumuz çıxdı çölə yumurtlayacaq. Bir bala buradadır, hələ tezdir. Bunun yemə düşməyinə tezdir. Maşallah, gözəl rəngi var. Burada da 3 dənə bala tam, yəni ideal yemə düşməli vaxtlarıdır. Bunları da bir-bir tutaq göstərək sizlərə. Çox gözəl bir erkək olacaq. Yəni, görə bilirsiniz ya, yox. Çox gözəl bir erkək olacaq. Tüylərini tamamlayıb və bıraxdıq bura. Tam özünü rahat idarə edeyik. Burada demək olar ki, buradakı balalar bir içəridəkindən başqa digərləri. Hamısı həm balıya gözəl baxıblar quşlar. Əla bax. Bu da %70 erkək oxşuyur. Gözəl rəngi var bunun da. Rəngi biraz da tünçlənəcək.
Şimdi olacak biraz rəngi. Mütləq balaları bura buraxdıqsa, yem qabı bu orada ideal yerində olur, ona öyrətəcəklər. Bu cürünə yemi də yerə qoymalısınız. Nəyə görə? Çünki balalar tam öyrətməlidirlər ki, yemi tam öyrətməlidirlər. Hava qaraldı. Burada diğer balamız da qaldı. Yəqin ki, içəri gəldi bu. Tam qaçmırlar onsuz, baladılar deyə. Bu da. Bu da yeşil olacaq. Bunun da çox gözəl rəngi var. Yəni, göstərim rəngin. İndidən dişləmək istəyir. Güzel, balaları bıraxdıq. Bura 5 dənə baladır. Balaları da sahibləndiririk, öyle deyə satırıq. İstəyənlər olsa əlaqə saxlasınlar. Bu da gözəl rənglər də vardı. Məsəl üçün bu ölçək. Həmçinin bunun mayası da elə gözəldir. Baxın, qrup burada. Bunun balaları neyini burada? 3 dənə balası var bunun da. Bura biraz yuxarıdadır. Bunları göstərir. Bunlar da hələ yeni gücü atmışıq. Məsəl üçün burada bir gözəl gücümüz var. Bunları da sizlər üçün göstərək. Mənim üçün fərqi yoxdur. Yəni sadəcə quş bala versin. Hal-hazırda odur. Yəni mən bunun gözəlliyi mənim üçün ehtiyac yoxdur. Burada da yeni cütə atmışıq. Bunları da yeni cütə atmışıq. Bunların yumurtası var. Həvcə bala çıxarıb bilir. Bunun deyənlər olaraq bunun yerinə Afrika deyir. Bu Afrikanın hamısını özü yumurtlayan dövrdə çıxardır. Və yaxud o diğer cibə baxın. Cibə çıxabilir. Bu cütümüz də bu günlədir. Öndə olan mayadır. Baxın bu maya quşumuzdur. Çox gözəl quşdur. Gözəllik baxımından erkək də budur. Hər ikisi də gözəl quşlardır. İnşallah balaları da xeyirlisi olar. Buradakı bir dişimizdir. 2 dənə yumurta qoyub. Dişi nədirsə, maya nədirsə, erkəyi də odur. Kopi oxşuyurlar. Hər ikisinin gözəl rəngləri var. Burada da quşlarımız var. Yumurtlayanlarda məsəl üçün gələk bura. Bu cütümüzə. Bunları da baxın yeni atmışıq. Yoxdur heç bir şey. Gözəl erkəkdir. Gəlimli bir dənə də dişisi var yanında. Həmçinin burada da. Baxın məsəl üçün. Cılız quşdur. Heç də böyük deyil. Məsələn həmçinin mayası da. Baxın çıxdı çöləsi mayası. O da yaşıldır. Yəni, böyük quşlar deyil amma cılız quşlardır. Halbuki bunun heç kəs damazlıq kimi saxlam. Amma balıya baxmaqları idealdır. Burada da yeni cütə atmışıq bunları da. Rəng olaraq ürəyəsən rənglər. Həmçinin burada bu cür cütümüz var. Balıya baxmaqları süperdir. İki dənə balası var. Bunların 2 dənə balası düşüb orada ölübdür. Çünki yumurtadan yeni yarısı çıxmış, yarısı çıxmamış. Çünki maya balanı o qədər yerlidir ki, bilirik, ağzında olan şirə, sululuq sinəsinə yaxılmışdır və onunla bərabər yumurtanı bala qarşı çıxarıb salmışdır orada və ölmüşdür nəticədə. Sarılar. Baxın, burada üstünlük. Ata, oxşuyuqdur, baxın, ata. Sarıbaşdır. Balalar da bu günləri. Həmçinin burada da 3 dənə balamız vardı. Keçinci. Bu 3 yumurtadan 3 dənəsində çıxarıb, amma yenə də nəticə zəifdir. Bunun bir partiyada gözləyəcəm. Eğer yine nəticə o cür nə olsa
əlbəttə mütləq tədbir görüləcək. Baxın, burada bizim hazır quşlarımız var. Bu qədər quş saxlayırsansa, hazır quşların mütləq olmalıdır. Zapas təkər kimi, belə maşının zapas təkəri kimi mütləq olmalıdır. Yine bir problem oldu, bıraktım oraya. Həmçinin burada hazır mayalarımız vardı. Bakın, tam hazır da, yani ideal hazır kuşlar. Çəkilişi də kameranı eləyirəm deyə. Yəni mən istədiyim, mən döndərirəm, o yüzden bu özü ürəyi istəyəndə döndərir bu cür. Yerimiz bu cür nədir? Əlimdən gəldiyi qədər çalışdım sizlərə video çəkeyim. Bundan sonra da quşlarımıza salat videosu. Bunlara əlbəttə salat hazırlayırıq. Böyle buğda cücərmişi hazır. Dünən qabaqlarında qalan vardı, yoxsa dünən vermişdik. Hamısını yığıblar. Çox suallar yazırlar, videolarda şərhdə yazırlar ki, quşlara baxmaq, varyev şəklində saxlayın, qəfəs şəklində saxlayın. O haqda da sizlərə ətraflı bir video çəkəcəm. Mənim köməkçim də gəldi. Ümrə, gəlsən? Gəl. Quşa baxmağa gəldinsə, Ümrə yetirəcək bura quşa baxmağa. Ümrə, quşlara baxaq? Hə, yaxşı. İnşallah video xoşunuza gəlirsə, videonu bəyənin, qulaqlarını şuraya. Paylaşın. Əgər bir daha deyirəm, istəyirsinizsə papuqa videoları, yəni əlimizdə bu cürlə bizim firmamız var. Sizlər üçün ətraflı çəkiliş edirəm və dərman və vitaminlər hamısı da olur məndə. Azərbaycanın bütün bölgələrinə göndərə bilirəm. Hər videonu bura qədər izləmişsə, hər birinizə təşəkkür edirəm. Var olasınız.